Hər birinizə salamlayıram. Kanala xoş gəldiniz. Biz sizlərlə bugün 7-ci sinif Azərbaycan dili dərsliyindən cümlənin qurulucu növlərinə baxacağıq. Əgər kanala abunə olmamısansa, mütləq kanala abunə ol və videonu bəyən ki, bu cürə izahların ardı gəlsin. Cümlənin qurulucu növləri. Cümlələr ümumiyyətlə qurulucu iki cür olur. Sadə və mürəkkəb cümlə. Bəs biz bunu nəyə görə bilirik? Cümlə sadədir yoxsa mürəkkəb? Onun qrammatik əsasına görə. Çünki sadə cümlələrin bir qrammatik əsası olur. Mürəkkəb cümlənin isə 2 və daha artıq qrammatik əsası olur. Baxın, burada da yazılıbdır. Mürəkkəb cümlənin 2 və artıq qrammatik əsası olur. İndi gəlin biz burada yazılan cümlələrə baxaq. Görək burada nə yazıblar. Yazın gəlişinə sevinən quşlar nəğmə oxuyurdu. Oxuyurdu nə quşlar? Bir mübtədası, bir xəbəri var, bir qrammatik əsası var. Bu cümlə nədir? Sadə cümlə. Payız gəldi, havalar soyudu. Gəldi nə? Payız. Soyudu nə? Havalar. Bu cümlənin ardı da var hələ. Tez-tez yağışlar yağırdı. Yağırdı nə? Yağışlar. Görürük ki, 3 dənə burada mübtəda xəbər var. Deməli, bu cümlə nədir? Mürəkkəb cümlə olacaq. Sonra görək burada nə var? Mətndə göyrənglə verilmiş cümlələrin hansının bir, hansının iki qrammatik əsası var. Mətndə göyrənglə verilmiş cümlələrə baxaq görək hansının bir, hansının iki qrammatik əsası var. Bunların hər ikisinin qiymətini sən sözsüz ki bilirsən. Bilirsən ki sən. Bu cümlənin təbii ki bir qrammatik əsası var. Çünki bir mübtəda bir xəbər var. Sən xəttatsan. Xəttatsan ki sən. Mübtəda xəbər. Biz sənə bu kitabı köçürməyə tapşırmışıq. Tapşırmışıq ki biz. Fikir versiniz, bu cümlənin isə 2 qrammatik əsası var. Yəni 2 mübtəda və 2 xəbər var. Ona görə bu cümlə isə oldu mürəkkəb cümlə. Birinci cümlə isə sadə cümlə idi. Sonra keçək digər tapşırıqlar. Şunlar sizə mən tapşırıq verirəm. Onu şərh bölməsində əgər başa düşmüsünüzsə yazarsınız. Baxın, deyirəm ki yağış yağdı. Yağış yağdı. Yağdı. Hər tərəfi islatdı. İslatdı. Yazın görək bu cümlə sadə cümlədir yoxsa mürəkkəb cümlədir. Bunu qeyd edin. Yazın özünüz üçün, ekranı dayandırın. Yaxşı, şimdi keçək biz tapşırıqların izahına. 7-yə baxaq. Cümlələrin sadə və ya mürəkkəb olduğunu təyin edin. Qocalığa cavanlıqdan başlamaq lazımdır. Predikativ sözdür. Suala cavab vermədən xəbər olur. Lazımdır nə? Qocalığa cavanlıqdan başlamaq. Cəm cümlətanın bir mübtəda, bir xəbər var. Təbii ki, cümlə sadə cümlədir. Müəllim şagirdləri çağırdı. Kim? Müəllim. Sabah ekskursiya gedəcəklərini xəbər verdi. Xəbər verdi kim? Müəllim. Baxın, çağıran kimdir? Müəllim. Xəbər verən kimdir? Müəllim. İki işi bir şəxs eləyir. Yəni iki xəbər bir subyektdən asıldı. Ona görə bu cümlə nədir? Bu da sadə cümlədir. Qılınc yarası sağalar. Nə? Qılınc yarası. Söz yarası sağalmaz. Nə? Söz yarası. Bu cümlə isə 2 qrammatik əsas var. Deməli, bu cümlə nədir? Mürəkkəb. Qoyun quzu dağın döşünə səpələnmişdi. Nə? Qoyun, nə? Quzu. Burada 2 dənə mübtəda var. Həmcins mübtəda. Amma bu 2 həmcins mübtəda ikisi də bir xəbərlə əlaqəyə girir. Baxın. Səpələnən nədir? Qoyun. Səpələnən nədir? Quzu. 2 mübtədamız bir xəbərlə. Yəni burada 2 mübtəda var. Burada da bir dənə deyək ki xəbər var da. Bunun ikisi də gəlir bununla əlaqələnir. Əlbəttə ki bu cümlə nə olacaq? Cümlə olacaq sadə cümlə. Yəni çünki 2 mübtəda bir xəbərlə. Gərək ayrı-ayrı əlaqələnə, ayrı-ayrı xəbərlərlə əlaqələnə. Ona görə olmaz. Cümlə sadə cümlədir təbii ki bu da. Çoban çomağına söykənib göy ayaqlara tamaşa edirdi. Kim? Çoban. Burada onsuz da bir mübtəda, bir xəbər var. Bu da sadə cümlədir. Sadə cümlələri mürəkkəb cümləyə çevirib yazın. Reyhan evə tərəf boylananda Aqil arxadan səsləndi. Deməli, bunu necə eləyə bilərik? Mürəkkəb cümlə eləyək. Reyhan evə yenicə boylanırdı ki, Aqil arxadan səsləndi. Belə eləyə bilərik. Baxın, Reyhan evə tərəf deməli, boylanırdı ki, boylananda yox, boylanırdı ki yazın siz. Boylanır. Yəni burada deməli, burada elə bir ki, tabeli mürəkkəb cümlə şəklində yazacaqsınız da. Uşaqların düzdürsə tabeli mürəkkəb cümlə nədir bilmirsiniz. Sadəcə yəni burada biz bu feili bağlamanı boylanırdı ki, yəni bu cürə bağlayıcının köməyi ilə eləyirik mürəkkəb cümlə. Belə oldu da, Reyhan evə tərəf boylanırdı ki, Aqil arxadan səsləndi. Və yaxud da ki, belə də eləyə bilərsiniz. Tabeli mürəkkəb cümlə eləməyin, sizi çaşdırar.
Yəni bu biraz çətin olar sizin üçün. Belə yazın da. Reyhan evə tərəf boylandı, boylandı. Bunu silək belə yazınsınız ki, başa düşə biləsiniz. Boylandı, boylandı, virgül. Aqil arxadan səsləndi. Oldu mürəkkəb cümlə. Zəng vurulanda şagirdlər dəhlizə çıxdılar. Zəng vuruldu, vuruldu yazın. Virgül. Şagirdlər dəhlizə çıxdılar. Bu qədər. Yəni belə yazın ki, başa düşün. Sonra keçirik 3-ə. Cəlal tapşırığını bitirər bitirməz müəllim onu lövhəyə çağırdı. Cəlal tapşırığını bitirdi, bitirdi. Virgül. Müəllim onu lövhəyə çağırdı. Bu qədər. Sonra keçirik 4-ə. Günəş çıxdı, təbiət deməli, günəş çıxır, buraya yazın çıxır, günəş çıxır, virgül, təbiət cana gəlir. Yəni çıxandanın yerinə nə yazırıq? Çıxır yazırıq. Sonra uşaqlar mövzunu müəyyənləşdirib esse yazmağa başladılar. Elə bir ki, bax buradakı bu feilin təsriflənməyən formasında olan sözlər var ha. Bunu keçirirsiniz. Təsriflənən formalıya da, təsriflənən formaya keçirirsiniz. Bax gördünüz. Vurulandan elədik vuruldu. Boylanandan elədik boylandı. Bitirər, bitirməz bitirdi dedik bunu. Sonra günəş çıxır, çıxandan elədik çıxır. Yəni indiki zamana keçirdik. Uşaqlar mövzunu müəyyənləşdirib esse yazmağa başladılar. Bunu da keçək təsriflə nə olacaq? Müəyyənləşdirdi. Uşaqlar mövzunu müəyyənləşdirdi, esse yazmağa başladılar. Müəyyənləşdirib, müəyyənləşdirdi. Müəyyənləşdirdi. Belə eləyərsiniz bunda. Belə, bu qədər. Sonra keçirik 9-cu tapşırığa. 3-cü abzatsdakı cümlələrin qrammatik əsasını təyin edin. Həmin cümlələrdə xəbərin ifadə vasitəsini müəyyən edin. Yəqin ki, mətndən 3-cü abzasıdır. 3-cü abzas. 3-cü abzas burada da deyir ki, xəbərin ifadə vasitəsini müəyyən edin. Elə dedi deyəsən. 3-cü abzatsdakı cümlələrin qrammatik əsasını təyin edin. Həmin cümlələrdə xəbər deyir ki, görün neçə qrammatik əsası var. 3-cü abzasda təbii ki, buradır. Buradır. Azdır cümlə. Baxaq. Ustad xəttatlar gündə 8-10 beytə qədər şeir köçürə bilirdilər. Köçürə bilmək ikisi bir yerdə gedir. İkisi bir yerdə xəbərdir. Nəyə görə? Çünki bilməkdən əvvəl A şəkilçili feil gələndə ikisi bir yerdə mürəkkəb feil olur. Yəni bunu parçalamırıq. Köçürə bilirdilər. Kim? Xəttatlar. Cümlənin mübtədasının xəbərini müəyyənləşdirdik. Cümlə sadə cümlədir. Çünki bir qrammatik əsası var. Xəbərin ifadə vasitəsi də mürəkkəb feildir. Mürəkkəb feildir. Lakin ustadlıq yalnız məhsuldarlıqla ölçülmürdü. Ölçülmürdü nə ustadlıq? Yəni də mübtədamız nədir? Bu ustadlıq sözdür. Xəbərimizin də ifadə vasitəsi nədir? Xəbər şəklində olan bir feildir. Tarixi mənbələrdə belə bir rəvayət var. Var. Nə? Rəvayət. Yenə də cümləmiz sadə cümlədir. Xəbərimizin ifadə vasitəsi isə predikativ sözdür. Bu qədər uşaqlar. Sonra keçək digər tapşırığa, 10-cu tapşırığa. Birləşdir feilini aşağıdakı şərtlərə uyğun olaraq cümlədə işlədib yazın. Müvafiq yerlərdə durğu işarəsi qoyun və həmin cümlələri quruluşuna görə müqayisə edin. Feilin xəbər şəklində deyir ki, cümlədə işlət ki, feilin xəbər şəklində olsun. Birləşdir sözü. Birləşdir sözü. İdi köməkçi sözü artırmaqla. Feilin xəbər şəklində olsun. Üzərində də nə olsun? İdi köməkçi sözü. Belə ola bilər də. Birləşdirirdi. Belə ola bilər. Birləşdirirdi. Deyək ki, bunu belə işlətdik. Ümumən deyirəm ki, ata tokları bir-birinə birləşdirirdi. Cümlədə yazaq. Ata, məsələn, deyək ki, ipləri və yaxud da ki, elektrik naqillərini yazaq. Elektrik naqillərini bir-birinə birləşdirdi. Birləşdirirdi. Birinə birləşdirirdi. Cümlə təbii ki, sadə cümlədir uşaqlar. Birləşdirirdi kim? Ata. Yəni cümlə sadə cümlədir. Bu belə oldu. Sonra keçək ikinciyə. Burada isə varsa ümumiyyətlə cümlə mürəkkəb cümlə olacaq. İsə varsa ümumiyyətlə cümlə mürəkkəb cümlə olardı uşaqlar. Bunu yadınızda saxlayın. İndi biz istənilən bir söz yazsaq o cümlə mürəkkəb cümlə olacaq. Tərkibində işlətsək cümlənin. Feilin xəbər şəklində yenə yazaq. Birləşdirirdi.
birləşdirdisə, indi də belə yazaq. İsə burada nədir? Hissəcikdir. Ümumiyyətlə hissəcikdən əvvəl bilirik də feilin hər hansısa bir şəklinin və yaxud da ki zamanının şəkilçisi gəlməlidir. Burada da di zaman şəkilçisi var. Birləşdirdisə. Məsələn, deyirəm ki, ata naqilləri bir-birinə birləşdirdisə, işıqlar yanacaq. Birləşdirdisə, ata naqilləri bir-birinə birləşdirdisə, vergül, sərdən sonra da vergül qoymaq lazımdır. İşıqlar yanacaq. Belə eləsək, təbii ki, cümlə artıq mürəkkəb cümlə olacaq. Sonra ümumiyyətlə isədir, sonra şərt şəklinin şəkilçisi varsa, onlar işlənən cümlələr mürəkkəb cümlələr olur. Cümlənin quruluşca növünü müəyyənləşdirin. Koroğlu uzun yol gəlmişdi. Gəlmişdi kim? Koroğlu. Çox acımışdı. Acımışdı kim? Koroğlu. Gəlmişdi Koroğlu. Bəlkə də yorulmuşdu. Yorulmuşdu kim? Koroğlu. İndi buradakı izahlardan başa düşdünüzsə, uşaqlar 3 dənə xəbər bir mübtədə ilə əlaqələnsə də, yenə də cümləmiz nədir? Sadədir. Çünki 3 xəbər bir mübtədə ilə əlaqələnir. Ayrı-ayrı sözlərlə əlaqələnsəydi, həm mürəkkəb olardı. Cümlə sadədir. Mən axtardığımı tapmışam ki, mən. Şikarımı da çoxdan ovlamışam ki, mən. Yenə də 2 xəbərimiz bir mübtədə ilə əlaqələnir. Deməli, cümlə nə oldu? Sadə. Çoban ilə bircə bunu gördü. Kim? Çoban. Qırat bayaqda gözdən itdi. Gözdən itdi nə? Qırat. Görən çobandı, gözdən itən qıratdı. Deməli, cümlə nədir? Mürəkkəbdir. Açılmışdı nə? Yaz. Çənlibel gülə, Nərgizə boyanmışdı. Boyanmışdı hara? Çənlibel. Cümlə nədir? Mürəkkəb. Çünki hər xəbərin öz mübtədası var. Nigar baxdısa, bax bayaqlarım sizə dedim. Sasə varsa deməli cümlə nədir? Mürəkkəb cümlədir. Bax fikir verin. Burada nə var? Sasə var da. Nigar baxdısa, sasə varsa həmin dəqiq cümləni təhlil etməyə də ehtiyac yoxdur. Baxdısa kim? Nigar. Bax burada sa var. Deməli cümlə mürəkkəbdir. Koroğlunun bağrı qana dönürdü. Bu tərəf şəxsiz cümlədir. Düzdür, siz hələ keçməmiş şəxsiz cümləni. Deməli, amma onsuz da burada sasə varsa cümlə mürəkkəb cümlədir. Burada başqa şeyə baxmağa ehtiyac yoxdur. Sonra Eyvaz da yaraqlandı. Yaraqlandı kim? Eyvaz. Yasaqlandı kim? Eyvaz. Atı ilə dava məşqinə çıxdı kim? Eyvaz. Hamısını Eyvaz elədiyinə görə, hamısı Eyvazla əlaqələndiyi görə xəbərlərin cümlə nədir? Sadə cümlədir. Belə uşaqlar sağ olun.